Salamlar, hər vaxtınız xeyir, necəsiz? Mən Güney Qacar 5-ci dərsimizdən sizi salamlayıram. Deməli, bu dəfə isə 4-cü dərsdə verdiyim sifətlərə aid cümlələr qurmuşam. Cümlələr qorxutmasın, sizi biraz uzun elədim. Məncə siz bacaracaqsınız artıq uzun cümlələri tərcümə eləməyə. Sifətləri öyrəndiyinizi zənn edərək bu videoya başlayıram. Deməli dostlar, nə deyir burada? Deyir, böyük otaqda təmiz stol var. Biz var sözünü necə tərcümə edirdik? Öyrənmişdik sıfırdan dərslərdə. There is, there are ilə. Əgər bir dənə sözdürsə, there is qoyacağam. Nə deyəcəm onda mən burada? There is. There is var deməkdir. İndi nə var? Çünki var sözü və there is sözü həmişə belə tərcümə olunur. Ən axırdan başlayırıq biz. Belə gedirik. Yəni birinci there is olacaq. There is nə var burada? Mən nə deyəcəm? Stol var. Amma sifət də ismin qabağında gəldiyinə görə necə stol var? Təmiz stol var. O zaman there is a clean. Sonra stol deyən necə deyəcəyik? Table. Harda? Böyük otaqda. Deməli, bu da axırda gələcək. Zərf olduğuna görə, məkan bildirdiyinə görə axırda gedəcək. There is a clean table. Harda? In the otaqda, room. Amma necə otaqdır? Böyük otaqdadır. In the big room. Yox. Baxın, halbuki bu cümləni qursaq deyərik, hətta bu A2 cümləsidir. Deyərik ki, biraz daha bu necə uzun cümlədir, amma görürsünüz necə asandır. Deməli, nə deyirəm? Bir şey var deyirəmsə, birinci ona aparıram, qoyuram. Məsəl üçün deyirəm, otaqda stol var, kursda pişik var. Burada artıq mən var sözünü birinci yaparım. Çox şeydən danışıramsa there are, tək şeydən danışıramsa there is. İndi there is a clean table. Harda var? In the big room. Sifət də ismin qabağında gələcək. Cümləmiz qurulmuş olacaq. Yəni gördünüzmü? Heç elə çətin bir şey yox imiş. Həmişə sıralamanı bilməliyik. Əgər ingilis dilində sıralamanı bilsəniz, arxası çox rahat gələcək. Sonra keçirəm digərinə. Bacımın gözəl donu var. İndi mən bunu niyə yazdım ikinci cümlə olaraq? Dostlar, bu var fərqli bir şeylərdir. Yəni, burada otaqda qələm var. Nə bilim, evdə tost soğuran var. Kursda müəllim var. Bu məxsusluğu bildirmir. Yəni, mənim belə məxsusluğu. Sadəcə filan yerdə filan şey var. Bunu there is, there are ilə verirəm. Məsəl üçün deyirəm ki, şəhərdə zoopark var. Bu demək deyil, şəhərin zooparkı var. Baxın, şəhərin zooparkı var başqadır, şəhərdə zoopark var başqadır. İzah edə bilirəm. Məsəl üçün, kursun müəllimi var başqadır, kursda müəllim var başqadır. İkisi anlayışlar fərqlidir. İndi kursun müəllimi var desəydim əgər, məsəl üçün, mənim tutaq ki, koftam var, göy rəng koftam var. Bu var, mənsubiyyət bildiriləndə mən nəyi verəcəm? Ya have-i, ya da has, yəni have got, has got, və yaxud da have has deyək qısaca. Amma gələn anlamda mən filan yerdə filan şey var deyirəmsə, məsələn, Bakı şəhərində çoxlu restoranlar var. Bunun varlığını necə deyəcəm? There is və yaxud da there are ilə. İzah edə bildim, bu həzlə there'nın fərqini əslində biraz çətin hissə idi. Bunu diqqətlə bilsəniz, qalan rahat olacaq. O hissəni tapın, baxın, filan kəsin filan şey var. Tutaq ki, atamın maşını var. Bu, görürsünüz, atamın maşını var, bu have has'dir. Bu başqadır. Həyətdə maşın var isə there is, there are-dır. Aradakı fərq budur. Elə isə davam edək cümləmizə. Deməli, bacımın gözəl donu var. Burada artıq bacımın var. Bu olur. Məxsusiyyət bildirdiyinə görə have-lə, has-lə verəcəm. Bacımın sözünü nə deyirəm? Mənim bacım. My sister. Əgər bu üçüncü şəxs olduğuna görə, my sister she olduğuna görə have-i yox, has-i verirəm. Gəlin belə yazım. My sister has var. My sister has. Mənim bacımda nə var? Don var, dress var. Amma necə don var? Gözəl don var. Ona görə də gözəl ismin qabağında yazılır. A beautiful dress. Gözəl donu var. Bacımın gözəl donu var. Article-ını isə təkliyi bildirdi.
sayılan ismin qabağından gələcək. Sonra mənim videosu var. Bundan aşağıda gedib baxa bilərsiniz. Artikellara aid. Orada da görə bilərsiniz bunun izahını. İndi keçirəm 3-cü cümləmizə. Deməli, burada nə deyirəm? Qoca kişi yavaşdır, amma o çox mehribandır. Qoca kişi yavaşdır. Yavaş sözü necədir? Slow. İndi mənim cümləmə baxıram, mübtədam nədir? Kişi. Necə kişi? Qoca kişi. Sifət həmişə mübtədanın qabağında gələcək, ismin qabağında gələcək. İndi qoca, the old man, qoca kişi. Xəbəri gətirirəm. Is, yavaşdır. Yavaş nə deməkdir? Slow. Yavaşdır, slow. Qoca kişi yavaşdır, but, amma. O çox mehribandır. O nədir mübtədam? He. Xəbərimi gətirməliyəm. Cümləmdə hərəkət yoxdur. Nə verəcəm? He is. Çox mehribandır. Very kind. Kind sözü də yenə lüğətimizdə var. Məncə qəşəng öyrənmisiniz. He is very kind. The old man is slow, but he is very kind. Amma o çox mehribandır. İndi 4-cü cümləmizə gəlirəm. Müəlliməmiz ciddidir. Ciddi sözü lüğətdən bilirsiniz. Serious. Ciddi, serious. Deməli, müəlliməmiz ciddidir, amma kobud deyil. Kobud sözü nədir? Məncə bilirsiniz. Rude. Kobud sözü isə rude'dur. Deməli, bizim müəlliməmiz, our teacher. Çünki burada müəlliməmiz, baxın, ingiliscəsində bu yoxdur. Biz ona görə müəlliməm desəm my teacher deyəcəm, bizim müəlliməmiz desəm our teacher deyəcəm. Our teacher, xəbər gətirməliyəm axı, is, ciddi sözü nə dedik? Serious. Our teacher is serious, amma, but, kobud deyil. She, deyil sözü necə verəcəm? Is-lə təsdiqi verirəmsə inkarı. Is not. Kobud sözündə bayaqları dediniz. Rude. Our teacher is serious, but she is not rude. Bu da oldu bizim bir cümləmiz. İndi keçirəm o birisinə. Qardaşım yorğundur, çünki onun işi çətindir. Təzə sözümüz yorğundur və çətindir. Qardaşım nə olacaq? My brother, bayaqlar öyrəndik, qardaşım deyəndə necə deyirəm? My brother, xəbərimiz gəlir is, yorğundur sözünü tired. My brother is tired, yorğundur tired, öyrəndik. Çünki nədir? Because. Because, onun işi çətindir. Onun işi, his job. Yenə xəbər gətirməliyəm. Bax, bu dırdır, yorğundur, ciddidir, yavaşdır. Bax, bu dırdirlər əmizardır. Onun işi is, çətindir nə deməkdir? Difficult. Onun işi çətindir. My brother is tired because his job is difficult. İndi dostlar, bir yerdə tələffüzlərə fikir verirəm. There is a clean table in the big room. My sister has a beautiful dress. The old man is slow, but he is very kind. Our teacher is serious, but she is not rude. My brother is tired because his job is difficult. Bəli, dostlar, bunlar da bizim sifətlərə aid cümlələrimiz oldu. Əgər digər sifətlərdə öyrəndinizsə, altda rəy hissəsində çoxlu cümlələr, belə bir cümlələr qurun. Mən də o cümlələrinizin düzəlişini eləyim ki, burada səhv elədiniz, burada düz elədiniz. Hər şey sizin əlinizdədir, istəsəz çox qəşəng şəkildə bacararsınız. Özünüzə yaxşı baxın, sağ olun.